Proust ilə Saint-Beuve arasındakı bir polemikadan söhbət açmaq istəyirəm. Bu gün ağına bozuna baxmadan istifadə etdiyimiz dahi, xalq, şəxsiyyət kimi ifadələr, anlayışlar hamısı romantizm dövründə ortaya çıxıb. Romantiklər öz həyatları haqqında əhvalatları mətn kimi qurmağa həddindən çox vaxt sərf ediblər. Xeyli qəribə tip həmin dövrdə yaradılıb. Məsələn, bayronik şeytani düha, melanxolik, dalğın, həssas adam, dönməz prinsipial inqilabçı, Werther kimi aşiq olmaq, Shelley kimi yaşamaq ifadələri də həmin dövrün məhsuludur. Filologiya tarixində bu mövzu ilə bağlı çox yazılıb. Ancaq ən xarakterik nümunə 19-cu əsr fransız tənqidçisi Saint-Beuve ilə bağlıdır. O, ədəbiyyatda bioqrafik metodun nümayəndəsi idi. Saint-Beuve deyirdi ki, müəllifin həyatı haqqında bildiklərimiz və onun şəxsiyyəti əsəri qiymətləndirmək üçün çox vacibdir. Yazırdı ki, sənətçinin yaratdıqlarını ömür yolundan, həyatından, bioqrafiyasından kənarda şərh eləmək mümkün deyil. Biz mütləq şərh elədiyimiz adamın həyatı haqqında da, ömür yolu bioqrafiyası haqqında da nələrsə bilməliyik. Onun əsərlərinə onun həyatından baxmalıyıq. Buna görə də həyat tərzini, şəxsiyyətini bəyənmədiyi böyük fransız şairi Charles Baudelaire haqqında xalaxətrin qalmasın 2-3 cümlə yazmışdı cəmi. Bu gün adı heç yerdə olmayan müəlliflərlə bağlı geniş yazılar, geniş təhlillər yazmışdı. Saint-Beuve qarşı ən məşhur reaksiyanı modernist ədəbiyyatın azman nümayəndələrindən olan Marcel Proust verib. Marcel Proustun kitabının adı belədir: Saint-Beuve qarşı. Proust modernist tənqidin başlanğıc mətnlərindən sayılan bu kitabında insanın əsərdə əriyib itməsindən bəhs edir. Prinsipcə, müəllifin ölümü anlayışına yaxın bir mövqedən çıxış edir. Məsələn, həyatı haqqında heç nə bilmədiyimiz Homeri necə şərh eləyək? Yaxud minlərlə asosial, adam arasına çıxmağı sevməyən yazıçılar olub. Onları hara yazaq? Mütləq onların həyatı haqqında olmayan məlumatlar tapıb, özümüzdən uydurub əsərlərinə onların bioqrafiyasından baxmalıyıq. Demək, bioqrafik metodun çatışmazlıqları var. Söhbət ondan gedir ki, bu mövzu Pandora'nın qutusudur. Əgər onu prioritet götürsək, dindarın ateisti, millətçinin kosmopoliti, yəni bütün əks qütblərin bir-birini ittiham etməsinə, gözdən salmasına zəmin yaratmış oluruq. Faşizm bir müstəvi düzəltmiş oluruq. Baudelaire gözü götürməyən Saint-Beuve kimi.